etdiyimə peşman oldum. Çoxdan idi ki 33%li qaymağın özüm evdə hazırlama yöntemini axtarırdım. Çünki marketlərdən od bahasını alırıq və tərkibinin nə olduğunu bilmirik. Və bu resepti yoxlamaq qərarına gəldim. 200 ml südə 200 qram yağ əlavə edirik. Mən burada bir səhv etdim ki, krem yağı istifadə etmədim. Ona görə kremimin rəngi sarı alındı. Siz ağ krem yağından istifadə edin. Əlavə edirik. Qaynamamaq şərti ilə ocağın üzərində tam yağ südə əriyib qarışana qədər bişiririk. Daha sonra isti vəziyyətdə bir bankaya və yaxud da qaba əlavə edib tökürük. Qaynar-qaynar blenderlə çalırıq. Daha sonra ağzını salfetka ilə örtürük. Qarışdırmaq nə üçündür? Südlə yağ tam bir-birinə qarışsın deyə. Salfetka ilə örtürük, soyuyana qədər gözləyirik. Bir daha eyni yöntəmi təkrarlayırıq, blenderlə qarışdırırıq və qoyuruq bir gecə soyuducuya. Tam bir gecə soyuducuda, buzluqda yox qızlar, soyuducuda qaldıqdan sonra səhər təkrarən mikserin ən sürətli gözünə əlavə edirik və ən sürətli gözü ilə çalırıq və qızlar, bura yarım stəkan, 200 ml yarım stəkan skşonka, yəni qatlaşdırılmış süd əlavə edirik. Bunu etdiyimə həqiqətən də peşman oldum. Çünki dadından doymaq olmur. Ən möhtəşəm resepti deyə bilərəm. Artıq qaymaq almayacaqsınız. Bəyəndinizsə takib atın səhifəmə mütləq qızlar.